Bəzi epilepsiya keçirdən insanlarda epilepsiya tutmalarını saxlamaq çətin olur və yaxud da olmur. Bu gün sizə bu epilepsiya tutmalarının çətin müalicəyə tabe olmasının bir neçə səbəbini danışacağam. Bu səbəblərdən birincisi və ən vacibi pasiyentin həkimin tövsiyələrinə riayət etməməsidir. Yəni birinci səbəb pasiyent həkimin yazdığı dozada dərmanları qəbul etmir və yaxud da ki, ümumiyyətlə dərmanları qəbul etmir, dərmanlar arasında ciddi fasilələr verir. Bax bu cür dərman qəbul edən insanlarda epilepsiya tutmaları kəsilməyəcək, tam müalicə olunmayacaq. Ona görə də ən vacib məsələ həkimin yazdığı tövsiyələrə uyğun və həmin dozada dərmanı qəbul etmək. Çünki çox vaxtı şahid oluruq ki, biz müəyyən bir dozada epilepsiya dərmanı təyin edirik. Evdə, məsələn, uşağında tutma varsa, valideynin uşağa sanki yazığı gəlir, dozanı özü-özündən azaldır, daha az dozada uşağa verir və sonra da gəlir ki, doktor, mənim uşağımın tutmaları dayanmır. Ona görə əziz valideynlər, buradan diqqətli olun. Əgər övladınıza doktor çəkisinə uyğun, xəstəliyinə uyğun dərmanı müəyyən dozada təyin edibsə, səliqəli eyni saatda, eyni vaxtda düzgün vermək lazımdır. İkinci səbəblərdən biri isə simptomatik epilepsiyadır. Yəni başında zədə olan insanlarda istər böyük, istər uşaq, yəni buna simptomatik epilepsiya deyirlər. Zədə ilə bağlı olan epilepsiyalar həmişə müalicəyə çox ağır tabe olurlar. Üçüncü səbəblərdən biri isə rezistent epilepsiyalar. Yəni epilepsiya xəstəliyi özü ümumiyyətlə 35% epilepsiya xəstələrinin dərmana tabe olmur. Çünki bu elə epilepsiya növləridir ki, bunların təəssüf ki, tibb bu qədər inkişaf etsə də bu epilepsiyaları dayandırmaq çox çətindir. Dördüncü isə epilepsiya dərmanı epilepsiya sindromuna uyğun düzgün təyin olunmayıb. Çünki 20-dən artıq epilepsiya əleyhinə ən geniş istifadə olunan dərmanlar siyahımız var və bu dərmanları biz epilepsiya sindromuna, tutmanın növünə görə təyin eləyirik və əgər bu tutmanın növünə və sindroma görə düzgün dərman təyin olunmayıbsa, epilepsiya tutmaları dayanmayacaq. Bax, bunları mütləq nəzərə almaq lazımdır və düzgün həkimin tövsiyəsinə uyğun müalicə etmək lazımdır.